Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin o məzluma dua etmək məsələsi ki, Sahib mənim toxundu, çox mühüm məsələdir. Və bu məsələdə hətta bizim belə deyək də, məscidə gəlib namaz qılan insanlar arasında bu məfhumda belə yanlışlıqlar var. Görürsən ki, bəzən insanlar, yəni hətta namaz qılan, yəni bizim ətrafımızda olan cəmaatda məsələn görürük, məsələn məscidə gəlir, ibadət edir, kənarda olan insanlara aqressiv yanaşırlar və ya biraz sərtlik göstərir, nümayiş etdirirlər. Bu əslində yanlışdır. Niyə? Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz sahabəsinə nəyi tövsiyə edir? Hətta deyir, qeyri-müsəlmanların belə duasından özünü qoru. Zülm edərsən, onun duasının deyib ki, ahı sənə tutar, belə deyək. Və ona görə də bu mühüm məsələdir. Bunu da mən namaz qılan qardaşlarımız üçün xatırlatma edirəm ki, biz nə qədər namaz qılsaq, ibadət eləsək belə, ətrafımızda olan namaz qılmayan və ya qeyri-müsəlman olan kimsələrə biz gərək mərhəmətlə onları dəvət edək, onları izah edək, öz əxlaqımızı, ədəbimizi, tərbiyəmizi hər zaman göz önünə qoyaq və onu unutmayaq heç vaxt.